Hər kəs salam uşaqlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Deməli, bugünkü dərsimiz səhifə 94-də olan hekayət mətni olacaq. Uşaqlar, mən dərsin adını işarələyib indi başlayacağım tapşırıqlara, amma ilk öncə demək istəyirəm ki, mən mətni oxumuram və uşaqlar, hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olun. Həqiqətən çox önəmlidir. Mən çox uzatmadan keçmək istəyirəm artıq tapşırıqlara. Deməli, 1. Oxuduğunuz hekayəti adlandırın. Seçdiyiniz adı izah edin və seçiminizi əsaslandırın. Buraya yaza bilərsiniz ki, uşaqlar, əmanətə xəyanət etmək olmaz. 2. Mətni abzaslara ayırın və abzaslar arası əlaqələrə diqqət yetirin. Bunu sizin öz öhdənizə buraxıram. 3. Mətnin tərkib hissələri ilə bağlı fikirlərin düzgün olub olmadığını müəyyən edin və fikirlərinizi mətndən istifadə etməklə əsaslandırın. Deməli, giriş hissəyə yaza bilərsiniz ki, kişi oğrunu öz dostu bilir. Sonra elə burada da yazılıb. İkinci hissə, söz. Əsas hissə əmanətə xəyanət etmək olmaz fikrini təbliğ edir. Üçüncü hissədə isə oğru kişinin pulunu qaytarır. Deməli, burada yəqin ki, istəyir düzgün variantı seçsin. Burada da düzgün variant uşaqlar. Giriş hissəyə aid olan söz, kişi oğrunu öz dostu bilir, bu olacaq. Daha sonra əsas fikir əmanətə xəyanət olmaz fikrini təbliğ edir, bu variant olacaq. Nəticədə isə oğru kişinin pulunu qaytarır. Burada da bu olacaq. Nəticə hissədə düzgün variant. Gördüyünüz kimi işarələdim. Sonra 4. Mətndən əsas fikrini müəyyənləşdirin. Bunu sizin öz öhdənizə buraxıram. 5-i də həmçinin, 6-nı da həmçinin. 7-də baxaq nə deyir? Hansı suala mətndə cavab yoxdur? Birincidə kişi onun oğru olduğunu necə başa düşür? İkincidə oğru kişiyə pulunu niyə qaytarır? Üçüncüdə isə kişinin dostunun məsuliyyətsiz olduğunu nədən bilirik? Burada uşaqlar mətndə cavab yoxdur. Birinci variantı, yəni kişi onun oğru olduğunu necə başa düşür? Bu varianta cavab yoxdur. Daha sonra yol sözünü homonim və çox mənalı olduğunu nümunələrlə əsaslandırın. Bir dəqiqə indi onu sizə deyəcəm. Gördüyünüz kimi uşaqlar, bu da yol sözünün homonim kimi, həm də ki çox mənalı kimi belə yaza bilərsiniz. Məsələn, homonim kimi isim, getdiyimiz yol, feil, otları yolmaq. Belə çox mənalı kimi həqiqi mənada maşın yolu, məcazi mənada həyat yolu və s. belə yaza bilərsiniz. Gördüyünüz kimi uşaqlar, yol sözünü həm homonim, həm də çox mənalı kimi işlətdim və baxaq tapşırıq 9-a nə deyir 9-da? Mətndəki fərqləndirilmiş sözləri müvafiq frazeoloji birləşmələrlə əvəz edin. İndi gedək həmin sözləri tapaq. Bir dəqiqə. Deməli elə birinci sözümüz buradadır. Rast gəlir sözü. Daha sonra mən ən yaxşısı videonu dayandırım uşaqlar, çünki vaxt gedir. İndi həmin sözləri tapıb sizə mənalarını deyəcəyəm. Birini də tapdım. Ələ keçirsəydim sözü və bir dənə qaldı səhv eləmərəmsə. Baxaq elə yola düzəlir. Burada indi uşaqlarda videonu dayandırmağa ehtiyac olmadı, çünki tapdım. Deməli, rast gəlir sözünün mənası, yəni qarşılaşmaq mənasında, yola düzəlir, yəni getmək mənasında. Ələ keçirsəydim sözü isə əldə etmək mənasındadır. Daha sonra 10-da mətn üçün əmanət, xəyanət, sədaqət sözləri hansı açar söz ola bilər? Seçiminizi əsaslandırın. Burada hamısı ola bilər, amma ən çox uşaqlar əmanət sözü açar söz ola bilər. Çünki o daha uyğun gəlir. Yəni ən çox o uyğun gəlir qısaca. Sonra 11-12 sizin öz öhdənizə. Bu arada burada bir dənə qaydamız var, onu da oxuyaq. Zaman zərfliyi hərəkətin zamanını bildirir. Nə zaman, nə vaxt, hadisənin suallarından birinə cavab verir. Zaman zərfləri, ismi birləşmələr, feili bağlama və feili bağlama tərkibləri cümlədə zaman zərfliyi olur. Məsələn, ən ehtiyatla edilmiş xəyanətdə gec-tez aşkar olar. Gec-tez, nə zaman? Gec-tez burada zaman zərfliyi olacaq. Sonra
13-ə baxaq. Cümlələrdə fərqləndirilmiş sözlərin leksik mənalarını müəyyən fikrinizə əsaslandırın. Deməli, burada uşaqlar əvvəl sözü olacaq. Əvvəl, sonra sözü olacaq. İndi həmin o sözü tapım. Bir dəqiqə. Deməli, uşaqlar gördüyünüz kimi 13-də də əvvəl, sonra sözü zərflik olacaq. 14. Aşağıdakı mətndə zaman zərflərini seçin, onların ifadə vasitələrini deyin. 14-ə baxaq, nə deyir? 14-də uşaqlar, indi mən o sözü seçəcəyəm. Özünə dost seçərkən ehtiyatlı ol. Burada uşaqlar özünə dost seçərkən sözü söz birləşməsi olacaq. Daha sonra baxaq, deməli baxaq sonra. Və uşaqlar gördüyünüz kimi dostu xoş və bəd gündə yoxla. Burada xoş və bəd gün söz birləşməsi olacaq. Sonra 15 sizin öz öhdənizə buraxıram. Və uşaqlar burada qaydamız var. Yer zərfliyi. Yer zərfliyi hərəkətin yerini bildirir. Haraya, harada, haradan suallarından birinə cavab olur və yer zərfləri məkan mənası bildirən isimlər, isim birləşmələrlə ifadə olunur. Məsələn, 1918-ci ildə Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdi. Gəncə şəhərində harada? Belə 16 sizin öz öhdənizə. 17, 18-də həmçinin 19, 20-də. Çünki mən bu tip tapşırıqları izah eləmirəm. Belə 21-ə qədər sizin öz öhdənizə. Və uşaqlar bir dərsimizin daha sonuna gəldik. Bundan sonraki dərsimiz tariximizin şanlı səhifəsi olacaq. Bunu da inşallah mən sizə izah edəcəm. Beləliklə uşaqlar videomuzun sonuna gəldik. Ümid edirəm izahımı bəyəndiniz. Kanalıma abunə olub videoları bəyənməyi unutmayın. Çünki çox önəmlidir. Sağ olun, salamat qalın. Allah'a əmanət olun.